Salam dostlar. Bugün biz təbiət 5-ci sinif bölmə 1, mövzu 4 izah edəcəyik. Mövzu 4, hava bizə nə üçün lazımdır? Öncəliklə gəlin mətni oxuyaq ki, bu barədə məlumatımız olsun və daha yaxşı başa düşək. Deməli, siz heç astronavtların skafandra və dalğıcların akvalanqa nə üçün ehtiyacları olduğu barədə düşünmüşsünüzmü? Onlar bu xüsusi avadanlıqlardan nə üçün istifadə edirlər? Astronavt skafandr olmadan ayın səthinə gəzə bilərmi? Və ya dalğıc akvalanqdan istifadə etmədən okeanın dərinliklərini tədqiq etməyə bacararmı? Gəlin bunu mətndə öyrənək. Sizin də təxmin etdiyiniz kimi bu mümkün deyil. Bəli, biz canlı varlıqlarıq. Canlıların yaşaması üçün qida və sudan başqa oksigenə də ehtiyacı var. Buna görə də insan nəfəs alaraq hüceyrələri oksigenlə təmin edir. Tənəffüs sistemimiz nədən ibarətdir? Tənəffüs sistemimiz nəfəs alıb verdiyimiz havanı daşıyan orqanlar və ağciyərlərdən ibarətdir. Bu sistem sayəsində hava, qan və toxumalar arasında qazlar mübadiləsi baş verir. Hava bədənimizə burun boşluğundan, bəzən də ağızdan daxil olur. Biz nəfəs aldıqda hava axını nəfəs borusuna və oradan da ağciyərlərə ötürülür. Bu zaman ağciyərlərimiz hava ilə doldurulmuş şar kimi genişlənir. Nəfəs alarkən qəbul etdiyimiz havanın tərkibindəki oksigeni orqanizmin enerji əldə etmək üçün istifadə edir. Nəfəsimizi verdikdə isə hava ağciyərlərimizdən çıxır və bu zaman karbon qazı da bədənimizdən xaric olunur. Bu proses tənəffüs adlanır. Burun boşluğu, nəfəs borusu və ağciyərlər insan tənəffüs sistemini təşkil edir. Burun boşluğu. Hava burunla qəbul edilir və xaric olunur. Burun havanı qızdırır və tozdan təmizləyir və nəmləndirir. Nəfəs borusu. Nəfəs alarkən hava nəfəs borusu vasitəsilə ağciyərlərə daxil olur. Nəfəs verdikdə isə geriyə, ağız və burun boşluğuna ötürülür. Ağciyərlər. Süngərə bənzəyən ağciyərlər döş qəfəsinin əksər hissəsini tutur. Sağ ağciyər sol ağciyərə nisbətən daha böyükdür. Diafraqma. Əzələli diafraqma havanın ağciyərlərə daxil olması və xaric edilməsini təmin edir. Nəfəs alma və nəfəs vermə zamanı bədənimizdə hansı proseslər baş verir? Əzələlər nəfəs alarkən qəbul etdiyimiz havanın ağciyərə daxil olmasına və oradan xaric edilməsinə kömək edir. Deməli, nəfəs alarkən qəbul etdiyimiz havanın tərkibindəki oksigen ağciyərlərdən qana keçir. Eyni zamanda karbon qazı qandan xaric edilərək ağciyərlərə daxil olur. Daha sonra nəfəs vermə zamanı karbon qazı bədəndən xaric olur. Nəfəs almada döş qəfəsi genişlənir, qabırğalar, diafraqma əzələsi isə yığılır. Nəfəs vermədə döş qəfəsi sıxılır, diafraqma əzələsi isə boşalır. Qəbul edilən hava və xaric olunan hava. Deməli, qəbul edilən hava tərkibində oksigen daha çoxdur. Tərkibində karbon qazı daha azdır. Əgər oksigen çoxdursa, karbon qazı az olacaq. Tərkibində su buxarı daha azdır. Nisbətən sərindir. Hətta bunu yoxlaya bilərsiniz. Burnunuzla havanı çəkirsiniz və xaric edirsiniz. Alanda nisbətən hava daha sərin olur. Verəndə isə nisbətən istidir. Xaric olunan havada isə tərkibində oksigen daha azdır, tərkibində karbon qazı daha çoxdur, tərkibində su buxarı daha çoxdur və nisbətən istidir. Nə üçün nəfəs vermə zamanı xaric olunan havanın tərkibində karbon qazı və su buxarının miqdarı daha çox olur? Bunun səbəbi tənəffüs prosesinin baş verməsidir. Bədənimizdə qidanın parçalanaraq enerji ayıra bilməsi üçün oksigendən istifadə olunur. Parçalanma zamanı karbon qazı, su yaranır. Bədənimiz bu maddələrin bir qismini nəfəs vermə ilə xaric edir. Gəlin tapşırıqlara başa salım və bu mövzuda nəyi başa düşmədiksə yorumlara bildirin, mən sizə rəy bildirəcəm. Bildiklərin yoxlanılması. Tənəffüs sisteminə hansı orqanlar aiddir? Tənəffüs sisteminə burun boşluğu, burun udlaq, nəfəs borusu, qırtlaq, bronxor və ağciyərlər aiddir və tənəffüs yolu burun boşluğu ilə başlanır.
Birinci sual dedik. Tənəffüs sisteminə burun boşluğu, burun, udulaq, qırtlaq, nəfəs borusu, bronxlar və akciyərlər aiddir. Özür sayın, biraz pis nəsə almışdı. Deməli, necə düşünürsünüz? Burunla nəfəs almanın nə kimi əhəmiyyəti vardır? Deməli, bizim nəfəs aldığımız zaman hava təmizlənir, nəmlənir, eyni zamanda bədənimizin temperaturuna uyğun bir vəziyyətə gəlir. Buna görə biz burunla nəfəs almalıyıq. Nəfəs alma və nəfəs vermə zamanı havanın tərkibi necə dəyişir? Deməli, nəfəs almada döş qəfəsi genişlənir, diafraqm əzələsi isə yığılır. Nəfəs vermədə isə döş qəfəsi sıxılır, diafraqm əzələsi isə boşalır. Deməli, bu qədər, dərsimiz bu qədər. Yorumlarda yaza bilərsiniz, istəyirsinizsə mən buradakı sualların hamısını yaza bilərəm. Nəysə, mövzumuz haqqında bu qədər. Başa düşmədiyim bir şey olarsa yorumlara yaza bilərsiniz. Sağ olun dostlar.